Sualların çətin olmasına baxmayaraq mən həmin bu 44 ölkə arasında 2-ci yeri tutmuşdum. Sonra isə məni ABŞ-də Boston şəhərində Azərbaycanı təmsil etməyə dəvət etdilər. Dördüncü sinifdən artıq bu işlə məşğuldur. Deməli bu dördüncü sinifdə aşağı siniflərdən gedirdi. Dördüncü sinifdə də beynəlxalqlara üçüncü sinifdə birini aldı. Lütfüzadə adını. sonra respublikada Yəni 3 dəfə gözləmədə var. Bir qızıl, aydındır. Amerika, matematik, olimpiyat. olimpik mən belə oxumuşdum. Sonra Türkiyə ölkəsi üzrə Bir təxmin. Bunları ölkə daxilində tutulur. Hamısı ölkə daxilidir. Beynəlxalqlar seçimdir. Səslə. Üstdeki şeyler o kadar şeydi. Amerikalı, xarici ölkədir. Mən Babayev Aylin 5B sinif şagirdinin sinifində oxuyuram. Hal-hazırda Salih tam orta məktəbdə oxuyuram. Amma 4-cü sinifə qədər Çoxalan Çin tam orta məktəbində təhsil almışam. İlk dəfə harda çıxış eləmişsə bu biliş yarışında mı, olimpiyadada necə oldu? 4-cü sinifdən artıq beynəlxalq olimpiyadalara iştirak etməyə başlamışam. İlk öncə EMO olimpiyadası var idi. Amerika Matematik Olimpiyad. Orada iştirak etmişdim və gümüş medal layiq görülmüşdüm. Sonralar yenə VMTC, yəni World Mathematics Championship adında imtahan var idi. Həmin imtahana iştirak elədim. Orada da 2-ci yerə tutmuşdum. Sonra yenidən bu EMO olimpiyadasına iştirak etmişdim. Orada da yenə gümüş medallı tutdum. Sasma olimpiyadasında da iştirak etmişəm. Orada da gümüş medal qazanmışam. Ən sonda isə bir dənə olimpiyadada iştirak etmişdim. Mat XL və Kod XL olimpiyadası idi. Orada 44 ölkədən iştirak edirdilər. Sualların çətin olmasına baxmayaraq mən həmin bu 44 ölkə arasında 2-ci yeri tutmuşdum. Sonra isə məni ABŞ-də Boston şəhərində Azərbaycanı təmsil etməyə dəvət etdilər. İnşallah yay aylarında ilk öncə Azərbaycanı ABŞ-nin Boston şəhərində, sonra isə Singapurda təmsil etmək istəyirəm. Bəs bal nə qədər toplamışdınız? Ümumi 96 bal idi. Mən bu baldan 89 bal toplamışdım. Böyüyənin necə olmaq istəyirəm. Çünki bu çətin peşədir. Yəni hər kəsin bacarmadığı işdir. Heç kəsin bacarmadığı iş bacarmaq istəyirəm. Əlac tapılmayan xəstəliklərə əlac tapmaq istəyirəm. İlk öncə universitetimi, tibb universitetində Azərbaycanda qəbul etmək istəyirəm. Sonra neyrocərrah olub, alimlik səviyyəsinə qədər yüksəlib, magistr və doktorantura bölməsini isə xarici ölkəyə təhsil almaq istəyirəm. Ben o diyorum, onlar da oturur. Olmadı. Niye? Ben ne attılar kabaya. Sen kışın içtimai TV'ye çıkacak idinler. Gelmiyor. Gelmiyor.
Yarışlarda da iştirak edirsən? Bəli. Məsələn, axırıncı dəfə nə vaxt yarışda iştirak edirsən? Kainatda. Kainatda hansı fen üzrə? Asili, riyaziyyat, ingilis. İştirak eləməsən bu az yaşlılar arasında. Eləmiş. Harada iştirak eləmişsən? Bir yaşda. Bir yarışlarında. Bir yarışdan iştirak. Neçənci yer tutmusan? Birinci. Birinci. Yəni onun riyazi qabiliyyətini dərslikdə olan bütün çalışmaları müstəqil surətdə, yəni həll edə bilirdi. Hər hansı bir çətin tapşırıq olsa da tez başa düşür, yerinə yetirir. Hətta yəni kənar kitablardan, yəni sinifdə tədris olunmayan kitablardan əlavə materiallardakı məsələləri də müstəqil deməli həll edə bilirdi. Əgər hər hansı bir çətinlik olsaydı da onu izah edən kimi, yəni asan, tez başa düşürdü və durmadan da onun bu qabiliyyəti inkişaf edirdi. O birinci sinifdə, artıq elə birinci sinifdə o ikinci sinif üzrə yarışa gedirdi, sınaqlarda iştirak edirdi. Yəni ikinci sinifdə oxuyanda da hətta o özü harada nə isə görürdü, yuxarı sinifə aid. Onları sual verirdi və cavab izah edən kimi də özü tez başa düşürdü. Yəni qavrama qabiliyyəti güclü idi. Riyazi cəhətdən çox məntiqli idi. Yəni düşünüb tapa bilirdi. Bəzən məntiq suallarında sinifdə uşaqlara da hətta başa salırdı. Tənəffüsdə də o qədər marağı var idi ki, tənəffüsdə də nə isə izah etmək, öz bildiyini uşaqlarla paylaşırdı. Sinifdə də xasiyyəti də gözəl idi. Uşaqlar demək olar ki, hamısı istəyirdi ki, ailə ilə otursun. Hətta gəlib xahiş edirdilər ki, müəllim, nə olar, mən heç olmasa bu gün ailə ilə oturum. Yəni onun artıq o biliyinə görə yəqin ki, o uşaqlarda ona qarşı daha çox məhəbbət yaranmışdı. Hamı onunla oturmağa, onunla söhbət etməyə çox maraqlı idi. İnsanlar gedirlər Bostonu və yaxud da ki, Singapurada yarışır.